Hər kəsin sabahı xeyir olsun. Necəsiz dostlar? Keyfiniz halınız. Uşaqlar indi durduq, hazırlaşdıq, çıxırıq Qubaya. Gedirik Qubaya, indi yol boyu sizə qəşəng vloglar çəkəcəyik, paylaşacağıq, baxarsınız. Bibi dedi ki, sən tək getmə, sən yolda yuxuluyursan, qoca kişi sən nə falan peşməkan, mən də gedirəm. İşləmə xanım gəzməyə yer istəyirmiş, yesinlər, gəzsin olarsın. Gidək görək, ölçümüzü gedirik, ölçək. İşimiz baş düşsün, inşallah saat 5-6'ya qaydacağıq. İzləmədə qalın. İzləmədə qalın. Hə, dostlar. Çıxdıq yola, yoldayıq, gedirik. Bir də yaz gəlib, səmənlər bitir. Yaşıl geyinib. Yaşıl geyinməyi bibi həmişə elə bilir ki, yazdayıq. Biz yaz kəramətli insanlarıq. Ona görə biz belə edirik. Kamera var idi, ona görə. Bibi dedi ki, sən tək getmə, sən tək istəmirəm getməyini. Yol var, biz var. Mən heç vaxt səni tək buraxmaram. Biz bir yerdə güclüyük. Dostlar, hər biriniz sevin, sevilir. Bax, gedirik, Quba Xaçmaz, görürsünüz də. İstər qadın, istər kişi, bir-birinizin qədrini bilin. Gec olmadan. Quba Xaçmaz. Siz sevin. Ha, indi geyiruq. Evlatlarınız da xoşbəxt olur. Evlatlarınız da onun uşaqlarına, onun ailəsinə ötürür həmən enerjini. Ona görə də hər bir ailədə xoşbəxtlik olsun. Amin. Vallahi ömür qısadır. Temboldəki ərə qalır, xanıma qalır, əri. Ona görə də yoldaşı. Ona görə də bir-birinizi sevin, sevilin. Hər şey boşdur bu həyatda, hər bir şey. Gedirik uşaqlar, yol boyu yenə nə çəksək, sizinlə də bölüşəcəyik. Baxmanınız yetər. Hə dostlar, yol boyu gedirik. İndi deyəcəksiniz ki, sən ölçüyə getsən, Qubaya Bibi niyə gedir? Çünki Bibi niyə gedir uşaqlar? Bibi mənim stimulumdur. Bibi mənim əkiz tayımlı deyim də, belə deyim. O mənim işimdə, hər bir uğurumda o mənə öz xeyir duasını verəndə mənim işim daha da gözəl olur, daha da yaxşı olur. Həqiqətən bunu kameraya görə demirəm. Bizi tanıyanlar da bilir ki, biz hər yerə eyni gedirik, bir gedirik. Hətta yanaşı gedirik. Gözəl izləyicilər, bunu da deyim ki, böyüklərdən üzr istəyirik, balacalar da bizə baxır. Vallahi həmişə nətər deyim, biz yəni həyat yoldaşı sonuncu bir şeydir. Biz dostuq, biz sirdaşıq. Nə qədər belə dalaşsaq da, nə qədər belə hər bir yerdə söz-söhbət olur, amma həqiqətən yəni ayrılmaz bir dostlarıq da. Ona görə də çox şükür, mən də arzu edirəm ki, bütün evlərdə ailələr belə olsun, mehriban olsunlar, uşaqlarına da qarşı, yoldaşına da qarşı. Həmən ev çiçək atır, gözəlləşir. Ona görə də həmişə mehriban olun. Yəni biz bir yerdə güclüyük. Biz bir yerdə bir-iki şeylər var, onları deyəcəm. Gözəlin yorumunda burada qoy deyim, bəziləri də payını götürsün. Gözəlin yorumunda bəziləri yazıb ki, oğluna ev eləməmsən, oğluna falan şey eləməmsən, peşman şey eləməmsən, gəlindən, oğuldan nə istəyirsən? Apervıq, mən gəlindən, oğuldan heç nə istəmirəm, olan can sağlığı. Bizim təbii ki, bu danışdıqlarımız hamısı kameraya sizə görədir. Güləsiz, xoş olasınız. Belə götürəndə mən idi, bugün də bu saatlarında mən gedirəm Qubaya, işim də var, çox şükür Allaha, gücüm də var, dolanışığım da var, hər şeyimdə ideal, super. Yəni 5-dən pis olsa da onundan yaxşıdır. Qaldı ki də orada yazmışsınız ki, təhsil verməmisiniz. Mən uşaqların hamısına təhsil vermişəm, siz narahat olmayın. Bizi sevənlər çoxdur, təşəkkür edirəm hər birinizə. Heç kim məcbur deyil bizi sevməyə. Bir-iki dənə dırnaq arası insanlar var, onlara səslənirəm ki, mən uşağıma ev verməsəm də 2
evladıma təhsil vermişəm. Tərbiyə. Cəmiyyətə yararlı evlad böyütmüşük daha doğrusu. Ona görə də o yorumları saxla özünə, o bəzi yazanlar. Bir gör ki, nətər uşaq böyütmüsən. Bir öz evladlarına bax, ev almaqla deyil. Bir Uşaq də ki, zəhmət çəkməlidir. Uşaq öz ayağının üstündə durmağı bacarmalıdır. Düzdür, ailəyik, eləməliyik, evladımızdır. Hər bir valideyn istəyir ki, evladı üçün nəyisə eləsin, amma gücü çatmırsa, əsasən onu eləməlisən ki, sənin tərbiyəli uşağın olsun, sənin cəmiyyətə yararlı uşağın olsun, sənin bir təhsilli evladın olsun. Yoxsa mən uşağıma ev alım, uşağımı şan, şöhrət bir dənə də bir şeyə lazımlı olmasın. O da mənə şan şöhrətimdən istifadə eləsin, versin pis şeylərə. Nəysə, bir ataların gözəl bir məsəli var, ot kökü üstündə bitər, əzizlərim. Mən Bakıya gələndə, mən bir şalvar, bir köynəklə gəlmişdim. Yəni, kasıb olmuşuq, belə kasıb olmamışıq. Valla, hamı bizi tanıyanlar bilirlər, bizi bilənlər bilirlər, yalandan burada danışmıram. Bizim heyvanımız, iri buynuzlu mallarımız, bizim qoyunlarımız, mənim hər şeyim olubdur kətdə yaşayanda. Sadəcə biz, bax, iminli mənim kimi, mənim atam, anam da mənim kimi əl açıq olublar. İndi o başqa şey demirəm, əl açıq olublar. Ataya eləyiblər, qardaşa eləyiblər, bacıya eləyiblər, hamısına eləyiblər, hamısına. Dostlar, gəldik, çatdıq Qubaya. Qubadayıq ucu. Qəşəng hava var. Ucu şəhərin içidir. Ne güzel. Girdik Qubaya. Bir nətər gəldin? Qəşəng. Yorulmadın mı? Çatırıq ucu uşaqlar, 5-6 kilometr yolumuz qalır. Gedək ölçümüzü ölçək. Görən nətər olur. İnşallah yaxşı olur. Səməni deyil, səməni. Səməni, saxla məni. Dostlar, ölçdük, pişdik, danışdıq, razılaşdıq, qayıtdıq, çıxdıq. Mən də dağa dərəyə Gəlirik. apardım. Dağa dərəyə get. Baxın bax, bir dənə təsəlliylə mən başımı alladım. Fəsəli almışam bibiyə. Bibi deyir ki şeydir, 3 saat çəkər ölçü. Deyirəm mən nə 3 saat, çıxdım ora bir dənə şak şuk, ölçdüm, düşdüm. İndi də görək hara gedirik. İndi də görək hara gedirik. Bibi də deyir, mən apar dağlara gedək. Dağlar nədir? Soğukda dağ olar. Oturmuşsan isti maşında geysən. Cavanlar deyir, jest gözləyirəm. İnsanlar jest gözləyirəm. Mən jest. Uşaqlar nə jest eləyim bibiyə? Bir dənə çay qonaqlığı verərəm də, neçə o. Bir dənə niyə? Bir çay qonaqlığı ilə məsələni bağlaya bilərik, həll edə bilərik. Allah'tan amele. Niyə? Demiştin səni paralara aparacaq. Heç yana sığmaz. Əsas pul lazımdır. Güzel pul vermədim. Ben bir qaytarardım. Zarafa deyiləm. Benim tez qayda verirəm. Hə, gedək. Qaranlıqda yol getməyə nəsə qorxuram. Gedirik yapışım uşaqlar, görək çay səviyyəyə, harada çay tapırıq, bir dənə qəşəng çay yeri. Uşaqlar gəlmişik. Bula bilirsiniz haradır? Bilirsiniz də yani. Kebab pişirilən yer. Şeydə, Xəncədə kebab. Bir var. Ne istəsən, bir? Xəncə. Hə. Yorulmuşam. Ne olmuşsan? Maşını sen sürmüşsən elə belə. Neynəmirsən? Yəni gəl güllərin dibində çay içir. Ha? Hara getmişdin? Getdim Qubaları zadı gəzdim. Çay içir. Balıq ekmek yiyirsən, hə? Düşəm səndən. Niyə? Yüzlük verərəm barışarıq. Mən vaxtda bir sənə aparıram falan yerə. Yüzlük verərəm barışarıq.
Hani ne kadarların bezeni. Sen teyzenden durup bezenin düzenime otur ki gidiyor Kuba'ya. Neyle biz de bunu geçseşe mesleşe yaparacağım ama soğukta geçseşe gitmiyor. Gözələ dedim 100 manat ver mamana aparıb qəsrəkdə zaten dincəlsin. Dedi vermədi. 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 Dünənlər mənlə qırğın elədi. Pulun üstündə qırğın elədi. Sen belə değildin. Niye değiştirsən aynı? Gözəldən sonra dəyişdim mən. Gördüm gözəl. Gördüm gözəl verəməyir. Mən də ona nə varmalıyam. Mən də dedim ki Sağ ol. gözəl rast ki pul yığır. Dincəlir. Biz də pul yığaq. Deməyək. Olmuyor. Ha? Bak lan. Düz eləmirəm, düz eləyirəm. Pul xaçlamaq lazım deyil, pulu yığmaq lazım. Mən deyim, uşağa baxıram, mən nə bilim, kirədə qalıram. Belə bil, mən buzor balasıza da baxıram. Dana balasıza da baxıram mən də. Mən də uşağa baxıram, mən nəyə baxıram? Ha, bebi? Buradan ziyaret Ziyarətlər. İnşallah, çabuk işlən gedərəm. Bibi də deyib balıq ekmək yiyək. Deyirəm evə 10 kilo balıq var. Ki qızardı yiyəcək də 5-6 manat balıq ekməyə nə yaxın verir. Ocaqda bitir. Çay gəldi, limonlu çay. Qulluq edeyim də sən mənə apar gəzdirmişsən. Gedəcəyik də gedəcəyik. Sən aparacam dağlar o. Sən yalancısın. Oğuzlar dağlarına, nə bilim, Et yana gitmə. Qazaxlar dağlarına. Bu özümə maşın alım. Kisif uşaqlar, kisif. Bunlar hamısı palavra. Kisif bu xanım məndən. Böyünə sonra daim heç bir sözünə inanmayam. Qaydaram ha şey, nabranızı da gidip qaydaram ha, bak mən. Bilsəndirmə ha, bak qaydaram geri ha. Mənə dedi səni aparam naftalama. Ay Allah, göz daha gözlə, göz daha gözlə. Gel naftalan danışaq, gələn bazar, gələn ikinci gün gedək. Yox, sonra gedərik, o buraya gedərik, bu buraya gedərik. İndi yaxşı vaxtıdır da, naftalan indi yaxşı vaxtıdır. Danışaq, ikinci günümüzə Artıq sənə gedək. inanmıram. Artık bana inanmak zorunda da değilsin. Tamam. Bana inanmak zorunda değilsin. Sana kuvaların ortalarında çaylar vermişim. Ne kadarlar çaylar. Hiç güzelse çay teklif ettireyim. Məni gəlib harda. Bizi yaxşı ki buralarda tanımırlar. Diyecekler bunlara bak. Ne olur be bura? Diye çabuk pişen kardeşlere bak. Hamısı bak. Zahmetkeş insanlar çörek kazanırlar. Var gıdalı pişirirler. Ne bileyim. Güzel demiş. Nankörsən neyse. Uşaqlarda Allah'ım sanki 100 manat vermişəm havaya. Nə vaxt vermişsən 100 manat? Az dünən xaçlamadın, o gündə mamanla gedib xaçlamadınız basmaların bazarlarında. Mənim pulum deyildi o. Sen kim vermişti pulu? Pisa diyecek güzel. Bu güzel de ki milyon solu verir valla. Ben pulumu veririm diye güzel verir. Ne diyor bu güzel verir? Hemen sözüm yok. Ne bileyim. Ne balıklardan raplarına kadar. Az evde 10 kilo balık var. Yeniden balık ekmeği. Orada inşallah bilirsin daha şeydi. Beş parmak ziyaretidir. Bu taraf. Bak şimdi neyse. Yolcu yolunda gerek. Gelirik. Babat yedi içti. Pisirtir. Pisirtir. Kesme seni öyle yerlere aparacağım ki kalsın onu sen görersin. Yani sana aparacağım iyi olmaz kalamaya. Bir defa kıracağım iyi şeytan kısmını. Gideceğiz naftalana. Dostlar çıkmışız alışveriş. Faruk magazine alışverişi size produk alacağım. Pensiyasını alıp. Pensiyasını alıp. Ha nenesi? Gel. Gidirik magazine. Bize çörek ne alırıq Alisi. Magazine de girəndə Alisi
kəmikli yeyirlər. Qumurlar qarşı. Sen uşaqlar bax. Bak Alisan tanıyorsunuz. Tanıyorsunuz Alisan'ı. Uşaqları çağırın o var. Bak uşaqlar oynayırlar deyirlər Alisa. Alice'in dostlarıdır. Bacın yanına git. Buna bak. Balaca fırfır. Yok. Elini topa vurmuşsan daha yüzüne vurma. Kaçma kaçma. Kaçma ana kaçma yıkıldı. Ne tek kaçsın. Bebeleri sağ ol bebeleri. Maç günde bebeleri. Maç günde. Alice. Öp bebeleri. Maç günde. Böyle maç günde. Gel gidelim. Sağ ol bebeleri git. Hatta böylersin gel oynayarsan bunlarla. Yaxşı. Gel. Fırfır. Gel. Sağ ol bebeleri. Hayır. Sağ ol git. Gözünü kaçma kaçma. Fırfır. Gel. 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 Ana gel. Uşaqlarla oynamaq istəyir. Şimdi birazdan apararıq parka onu. Ve gelsin biraz yatsın. Ha ana? Kaçma, kaçma. Evet. Parka gidelim. Gidelim parka. Alice. Nene gitti. Nene gitti. İndi uşaqlar birazdan aparacağım onu parka. Ne kadar da her gün Alice parka gitməlidir. Gitsin parka görək. Gedən kimi maşınları seçir. Tapır, oxuyur, oynayır, sürür. Nənəsi də gedir. Uşaqlar. Bugün de gittik xəncər yeməyə. Gittik qəşəng xəncər yedik. Yedi içtik. Yedi içtik. Dedik ki biraz da parkta gəzək. Parkında gəzək biraz. Biraz yediğimiz sinirək. Çok güzel hava var. Temiz hava var. Bu arada neçə gündür bir hafta var vlog paylaşmırıq. Bir hafta var. Hamısını cəmləyib bir dənə sizə bir dənə vlog paylaşaq. Çox ehtimal ki yavaş-yavaş vloglarımıza başlayacağıq. Bir iki şey var, onları gözləyirəm. Onlar olandan sonra vloglarımız gələcək. Hələ ki sizi şortlarla zadla belə yola veririk. Ne deyə bilərsən? Bebek. İzləyicilərimizə, bizi sevənlərə. Uzun ömür, sağ olsunlar, bizi izləyirlər, takip atırlar. Çox sağ Bu arada uşaqlar 10.000 oluruq, az qalır. 600-700 nəfərimiz qalır 10.000 olmağa. 10.000 zarafat deyil ha bu arada. 10.000 az deyil da yani. Ne kadar olar? 5-6 ay olar biz açtığımız YouTube'u. Öyle hel olar ha. Çok normaldir, qəşəngdir. Yığaq, yumurlayaq, nəyimiz varsa sizin için paylaşaq. İzləyib qəşəng rəylərinizi gözləyirik, yorumlarınızı gözləyirik. Bizi sevənlər, bizi dəstəkləyənlər yorum yazsın, abunə olsun kanalımıza və like eləsin uşaqlar. Hə bebi? Sizi gecəniz xeyrə qalsın. İnşallah davamı gəlsin. Amin, amin, amin. Nətədir gəzmək? Bu havada gəzmək necədir? Yaşa, super. Siz də çıxın gəzin də uşaqlar. Nə iyilənirsiniz evdə? Gecəndə rahat yatır. Evdə niyə iyilənirsiniz? Çıxın gəzin. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun.